İlk baxışda əlimdəkinin nə olduğunu anlaya bildiniz. Möhtəşəm dörtlüyü ilə gəlmişəm. Nə qədər ki sezonudur, mütləq alın siz də eləyin. Vlogumun adını isə Tum Turş qoyacağam. Çünki həqiqətən də belədir. İzləmədə qal, nəyə görə belə dediyimi biləcəksən. Alçanın turşluğu, nanənin qoxusu, kağızların xışıltısı sanki videodan dad gəlir. Ən sadə şeylərin ən dadlı olması. Zarafat bir yana qızlar, mətbəxdə Aura kağız dəsmalı mənə çox köməkdir, həm də çox praktikdir. Göyçə alçasından ötürü ürəyim gedir. Kilosu ucuzlaşan kimi istədim sizin üçün belə tum turş bir video çəkim. Bəs siz necə turş şeyləri yeməyi sevirsiniz ya şirin? Mən bu üsulla hazırladım. Siz hansı üsulları bilirsinizsə mütləq kommentariyada yazarsınız. Gələn dəfə onu sınayacağam. Nə qədər ki sezonudur, siz də gecikmədən mütləq hazırlayın. Bu dörtlü məni məndən aldı. Əminəm ki, sizi də sizdən alacaq. Ağlınızda başqa ideyalar varsa, onları da kommentariyada qeyd eləyərsiniz. Gələn dəfə sizin dediklərinizi hazırlayacağam.